Bugün sizə ağızda əriyən pambıq kimi yumuşaq kokoslu piroq reseptini təqdim edirəm. Bu piroq o qədər ləzzətli alınır ki, siz çayı süzənə qədər bitəcək. Bütün sirləri öyrənmək üçün videonu sona qədər izləyin. Gəlin başlayaq. Dərin bir qaba 3 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paket vanil və 1 çimdik duz da əlavə edib mikserin yüksək sürəti ilə ağarıb həcmi artana qədər çırpırıq. Məhz bu mərhələ piroqumuzun bulud kimi yumuşaq olmasını təmin edir. Daha sonra üzərinə yarım stəkan duru yağ və 1 stəkan qatıq da əlavə edib mikserin aşağı sürəti ilə çırpırıq. Dostlar, əgər belə izahlı reseptləri bəyənirsinizsə, videomu bəyənməyi də unutmayın. Sizin dəstəyiniz kanalımın inkişafı üçün çox önəmlidir. Üzərinə yarım stəkan kokos qırıntıları və 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edib çırpıcı ilə qarışdırırıq. Nişasta piroqumuzun daha da zərif alınmasını təmin edir. Üzərinə 2 stəkan unu ələyib və 1 paket qabartma tozu da əlavə edib yenidən çırpıcı ilə qarışdırırıq. Və budur əsas məqam. Xəmirə 1 xörək qaşığı istənilən sirkə əlavə edirik. Sirkə qabartma tozu ilə reaksiyaya girib piroqun möhtəşəm şəkildə qabarmasını təmin edəcək. Mən diametri 26 sm olan formadan istifadə edirəm. Hazır xəmiri formaya boşaldıb əvvəlcədən 160 dərəcəli isidilmiş sobada 45 dəqiqəyə bişirirəm. İlıq piroqun üzərinə istənilən mürəbbə şirəsi və yaxud da cem çəkib kokos qırıntıları ilə bəzəyə bilərsiniz. Və budur dostlar, görün necə gözəl alındı. Ətri, dadı sadəcə möhtəşəmdir. Bugünlük bu qədər dostlar. Əgər videomu bəyəndisə, bəyən düyməsinə basıb kanalıma da abunə olmağı unutmayın ki, asan hazırlanan maraqlı reseptlərimi qaçırmayasınız. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Gələn videolarımda görüşənədək inşallah hələlik.